Daha çox istintaq orqanında işləmişəm. Ümumi stajım 43 il olub. Bremen muzeyindən oğurlanmış Rembrandtın fırçasına Van Dyck, Dürer, onun əriyi güləş üzrə dünya çempionu olmuşdu. Dələduzluq cinayətləri həddindən artıq çox. Kassa aparatı ilə bu çekləri çap eləyib 5 milyon nə qədərsə pul alıblar. O xadiməni tapıb 200 manat ona pul verir. Deyir ki, gedərsən elçiliyə, deyərsən ki, mən sənin xalanam. Şagird müəllimini vurmuş deyə silahdan idrak. Deyirlər ki, biz bunu tutmayacağıq. Dedim, mən nətər tutmayacağam. 4 nəfər şagird, bir qız şagirdlə, üzr istəyirəm də, qeyri-təbii yolla cinsi əlaqədə olurlar. Ömürlük cəza. Müəyyən etdi ki, bu ümumiyyətcə o vaxt orada olmayıb. Amma ölüm vaxtında biz bəraət verdik. Hakimlik pensiyasını ala bilmirəm. Vermişəm məhkəməyə, yazırlar. Hakim Azad Məcidov üçün filan məbləğ azlıq elədi. Elə bil ki, bu vəzifəli şəxslər bunlar üçün xalq düşmanıdır. Nəli gedib filan yerdə köynək, çorap, mayka sataram ya da gedib kebab bişirərəm. Həm vəkil, həm hakim, həm müstəntiq, biz hamımız eyni məsələyə qulluq edirik. Vəkil öz üzərində işləyib, sonra elə bir vəsadət verir ki, yazıq o vəkillər qalır bu yollarda. Ora qaçır, bura qaçır. Hörmətli Anar müəllim gözəl bir təşəbbüsü elədi ki, bunlar olmasa nə hakim, nə vəkil işləyə bilməyəcək. Vəkil özü də hakimdən biraz daha da genişdir sahəsi.